Amma biz kişilər kimi 9-dan 6-ya iş rejimi ilə işləməli deyirik. Çünki qadınlar işləyirlər, amma bunun fəsadlarını görürlər. Elə bunlardan biri də cinsi istəksizlikdir. Cinsi istəksizliyin ən əsas səbəbləri məsələ psixoloji səbəblərdir. Bəli. HPV virusuna yoluxma hələ xəyanətin olması anlamına gəlməz. Bəzən xanımlar sual verirlər ki, doktor, necə bilə bilərəm bunu təzə yoluxmuşam, uzun müddətli yoluxmuşuq, biz bunu bilə bilmərik. Təəssüflər olsun ki. Qadın əgər özünü xəyanətdən qoruya bilmirsə, bəs qadın necə eləsin? HPV virusundan özünü necə qorusun? Amma mən necə deyə bilərəm ki, münasibət pozulubsa, 100% kişidə də günah. Mən onu deyə bilmərəm. Münasibətin mən də o tamamilə razıyam. Mən yenə də buradan da deyirəm, 50-nin 50-yədir. Salam, bugün biz doktor Aytən Abdullayeva ilə qadınlar haqqında danışacağıq. Bizim xanımımız, kolposkopiya uzmanı, ginekoloqumuz Aytən Abdullayevadır. Aytən xanım, xoş gəlmisiniz. Birinci bilirsiniz, hansı sual olacaq? Qadınların ən çox məclislərdə danışdığı cinsi istəksizlik haqqında. Xoş gördük Xədicə xanım. Bu əsas problemlərdən biridir. Mən ginekoloq olaraq cinsi istəksizliyin bir sıra səbəblərini gətirə bilərəm. Bunlar əlbəttə ki, hormonal problemlərdir, bunlar infeksion faktorlardır, eləcə də yaş faktorlarıdır. Hansı ki, bu yaş faktorlarının da əsasında elə hormonal səbəblər rol oynayır. Hansı yaşdan sonra? Təxminən 45 yaşdan sonra artıq bir sıra hormonların, eləcə də estrogen hormonların, qadın cinsi hormonların bədəndə azalması müşahidə olunur və bu fonda da əlbəttə ki, cinsi istəksizlik yaranır. Əlbəttə ki, çox saylı səbəbləri var. Əsas gətirdiyim səbəblərdən biri də dediyim kimi infeksion faktorlardır ki, bunlar da cinsi istəksizliyin əsas səbəbidir və qadınlarda bir səbəb də vaginizm xəstəliyidir. Psixoloqlarda bu xəstəliklə yəqin ki, sizlər də çox rast gəlmisiniz, çox məşğul olmusunuz. Hansı ki, bu həm ginekoloji, həm psixoloji tərəfləri var. Amma mən düşünürəm ki, ümumiyyətlə yanıma müraciət edən xanımlardan da əsas gətirərək deyə bilərəm ki, cinsi istəksizliyin ən əsas səbəbləri məsələ psixoloji səbəblərdir. Bəli, bəli. Yəni bu haqqda sizin də fikrinizi alsaq yaxşı olar. Bəli, siz o vaginizmi misal çəkdiniz. Vaginizmdən başqa bəzən qadınlar heç bilmirlər ki, vaginizmdir. Bəli. Bəzən deyirlər ki, ağrılı olur, ona görə istəmirəm. Amma bilmir ki, bu vaginizmin əlamətidir. Nəsə siz bilirsiniz də birincili, ikincili vaginizm olur, yəni doğuşdan sonra vaginizm ola bilər. Amma əsasən o məclislərdə oturduğumuz qadınların əsas dərdi işləyən qadınlarda olur ki, onlar fiziki olaraq çox yorğunlar, 9-dan 6 iş rejimi ilə. Qadınlar çox xoşlayırlar ki, məsəl üçün kişi ilə qadın eyni hüquqludur, bərabər hüquqludur, bu çox böyük problemdir. Amma biz eyni hüquqlu deyirik, amma biz kişilər kimi 9-dan 6-ya iş rejimi ilə işləməli deyirik. Çünki qadınlar işləyirlər, amma bunun fəsadlarını görürlər. Elə bunlardan biri də cinsi istəksizlikdir. Çox yorğun halda evə gələndə bədən yorulur. Necə ki, axşam yatmağa girəndə də o bədən ki zoqquluyur, yəni incidir, bədəndəki o pulsasiyanı ki qadınlar hiss edirlər. Əlbəttə ki, orada cinsi istəksizlik olacaq. Bundan başqa münasibət pozuntuları. Məsəl üçün qadınlar deyirlər ki, gündüz normal davranmır mənə, heç üzümə baxmır, heç qapını açıram, salam vermək istəmir mənə, heç xoş söz demir, bişirdiyim yeməyə bir xoş söz demir, amma yəni məndən onu istəyəndə mən deyir özümü əşyaymış kimi hiss edirəm. Çox vaxt münasibətlər pozulanda, bəli, cinsi istəksizlik olur. Qadınların da kişilərin də belə bir məlumatı yoxdur ki, onlar cinsi aktı, cinsi əlaqəni onlar elə bilirlər ki, bu zövq mənbəyidir. Amma əslində bu zövq mənbəyindən başqa, ehtiyacdan başqa, bilirsiniz, qadının da, kişinin də özünü dəyərli hiss etməsi, özünü yəni sevilən hiss etməsi, bədəninin canlı olduğunu, bədənini hiss etməsi, bunlar çox vacib faktorlardır. Yəni insanın təməl ehtiyaclarındandır. Terapiya gələn cütlüklərdən soruşanda ki, cinsi akt var sizdə, yəni onlar deyəndə ki 4-5 aydır, yox, artıq bizim də işimiz çətinləşir. Yəni münasibət pozulanda, gələndə, hələ ki təzə-təzə, amma cinsi akt vardır, əlbəttə ki bizim də işimiz asan olur. Ondan başqa depressiyanın özü, təşviş pozuntuları, ondan sonra qadının öz bədənində kompleks yaratması, məsələn, qadının öz bədəninə mən eybəcərəm düşüncəsinin olması, əlbəttə ki, bunlar da travmalara bağlıdır. Biz o travmalara işləyəndə bu problemlər keçib gedir. Bəli, mən düşünürəm ki, ümumiyyətlə bu istiqamətdə həkimlər, ginekoloqlarla psixoloqlar birlikdə müştərək işləməlidirlər. Çünki məsələn elə vaginizm problemindən tutsaq, mənim pasientlərim olub ki, artıq bir 10 il, 15 ildir ailəlidirlər, amma bu problemlərlə hələ də
bu problem var onlarda. Hətta doğuşları olub bu xanımların, amma yenə də vaginizm problemi var. Müayinə zamanı biz bunu xanımlarda hiss eləmişik. Ona görə də həmişə buradan da müraciət edib xanımlara demək istəyirəm ki, mütləq ginekoloji baxışla, ginekoloji müraciətlə yanaşı psixoloqa da müraciət etsinlər. Çünki bu patologiyanın, istər bu patologiyanın, vaginizm xəstəliyinin, istər cinsi istəksizliyin, bütün bunların müştərək bir müalicəsi olmalıdır. Həm ginekoloji tərəfdən, ginekoloji səbəbləri aradan qaldırmalıdır, həm də təbii ki, psixoloji olaraq psixoterapevtlərə. Bir də belə bir səbəb var, o da çox yayılmış bir səbəbdir. Bilməm, bəlkə bizdən sonraki nəsillərdə artıq bu problem olmayacaq məncə də. Artıq bizdən sonraki nəsillərdə uşaqlarını tərbiyə edəndə, çünki onların özündə, yəni filmlər, seriallar artıq onların beynində bunu bu cür formalaşdırıb ki, bu bir problem deyil, bu bir zövqdür, xoş hisslərdir. Amma bizim nəslin nümayəndələri üçün, keçmiş nəslin nümayəndələri üçün analar tərbiyə edəndə konkret qorxu vasitəsilə tərbiyə edirdilər ki, qız uşağına bunun çox pis bir şey olduğunu, iyrənc bir şey olduğunu təqdim edirdilər və onlar da həmin bu intim əlaqə söhbətinə bu cür yanaşırdılar və iyrənc bir şey kimi əgər sən elə bir ki, yemək yeyəndə məsəl üçün iyrənc bir şey deyək ki, milçək yemək bizim üçün necə iyrənc bir şeydir. O şəkildə qadınlar, onların beyni o şəkildə algılayır, o şəkildə dərk edir və onu istəmirlər. Terapiyaya gələn cütlüklərdə adətən intim əlaqə kəsilibsə, artıq burada xəyanət problemləri başlayır və xəyanət problemləri başlayanda da özünüz bilirsiniz ki, bəli, bir sıra fəsadların yaranmasına gətirib çıxarır. Xəyanət problemlərinin əsas səbəbi də ondan ibarətdir ki, infeksion faktorlarının artıq geniş yayılmasına sövq eləyir bu durum. Əlbəttə ki, xəyanət faktoru infeksiyaların yayılması ilə yanaşı ailə üçün böyük bir travmadır. Bu sonunda ailənin mənəvi boşanmasında, sizlər bunu daha yaxşı bilərsiniz, mənəvi boşanmasına da səbəb olur. Hətta ailə cütlük bir yerdə olsa belə, onlar arasında artıq emosional boşanma müşahidə olunur. Və əlbəttə ki, infeksion faktorlarının yayılması bizə müraciət edən pasientlərin çoxu, təbii ki, mən kolposkopiya üzrə mütəxəssis olduğum üçün və HPV viruslarına məşğul olduğum üçün daha çox HPV virusu ilə bağlı müraciətlərimiz olur və təbii HPV virusunun olması xəyanətin göstəricisi deyil. Çünki əgər hər hansı bir qadında HPV virusu varsa, bu ailə quran zamanda bu virusa yoluxa bilər. Amma təəssüflər olsun ki, göstərici də ola bilər bu. Xəyanətin özü gətirib bəylər vasitəsilə xanımlara HPV virusunun yoluxmasına səbəb ola bilər. Buradan bir pasiyent haqqında məlumat vermək istəyirəm, bir xanım haqqında. Deməli, belə müraciətlərimiz çox olub. Bir pasiyentimiz var idi, HPV virusu var idi. Artıq təxminən bir 10 neçə ilin ailəsi idi, dəqiq yadımda deyil indi neçə il idi. Amma böyük övladları vardı xanımın və deməli xanım artıq yoldaşı ilə HPV virusu ilə bağlı münasibətlərə son qoymuşdu. Hansı ki biz ona dəfələrlə müraciət elədik, dəfələrlə mən fikrimi bildirdim ki, olmaz belə. Bu sənin ailənlə münasibətlərin pozulmasına, sonunda boşanmaların yaranmasına səbəb olacaq. Dedi ki, doktor, özümdən asılı deyil, bu virusun mənlə olmasından bildiyimdən sonra artıq mənim yoldaşımla aramda bir emosional bir boşluq yaranıb və hətta onun mənə toxunmasını belə mən qəbullana bilmirəm. Aytən xanım, elə buradan deyim ki, mənə müraciət eləyən pasiyentlər əgər bəxti gətiribsə, ağlına gəlibsə ki, psixoloqa getmək lazımdır, bu məndə belə bir problemdir də. Və bu daha artıq böyük bir problemlərə yol aça bilər. Qadınların kişini təhlükə mənbəyi kimi görməyə. Bəli, bu çox mən onları qınamıram, çünki yəni bir dəfə başına gəlib, təcrübə qazanıbdır və ağır təcrübə olubdur və deyir ki, mən qorxuram. Mən bədənimə olan təhlükə kimi düşünürəm. Ümumiyyətlə Xədicə xanım, mən burada da elə ayrıntı vermək istəyirəm ki, nə qədər o xanımlara mən müraciət edib bildirsəm də ki, bu sizdə xəyanətin göstəricisi deyil. Normal ailədir. Əslində xanım deyir ki, mən yoldaşımın xəyanətindən şübhələnmirəm. Amma bu var, artıq içimdə bir narahatçılıq var, şübhə var. Bilsəm də ki, belə bir durum yoxdur, beynimin bir dərinliyində qəbullana bilmirəm bu durumu və bu mənim yoldaşımla münasibətlərin pozulmasına gətirib çıxarıb. Mən nə qədər ona bildirsəm də ki, ümumiyyətlə buradan da xanımlara müraciət edib demək istəyirəm ki, HPV virusuna yoluxma hələ xəyanətin olması anlamına gəlməz. Bəzən xanımlar sual verirlər ki, doktor, necə bilə bilərəm bunu təzə yoluxmuşam, uzun müddət
müddətli yoluxmuşuq. Biz bunu bilə bilmərik. Təəssüflər olsun ki, biz bilə bilmirik HPV virusuna yoluxma nə vaxt olub. Bəzi infeksiyalar, cinsi infeksiyalar, digər cinsi infeksiyalar bilmək olar hansısa infeksiyalar ki, bu təzə yoluxmadır yoxsa çoxdan yoluxmadır. Amma sırf HPV virusuna bağlı bunu deyə bilmirik. Burada xanımlar mənə bir şey maraqlıdır ki, qadınlar deyirlər ki, bəzi infeksiyalar var ki, kişilərdə özünü virusa vermir, amma qadınlarda özünü virusa vermir. Elə HPV virusunun özü də. Kişilər, bəylər gedirlər yoxlanırlar. Onlarda virus çıxmır. Hətta xanımlara, mən çox vaxt xanımlar deyir ki, doktor yoldaşım da getsin yoxlansın. Deyirəm ki, yəni yoxlanmağın bir mənası olmaya bilər və əksinə bu ailə daxili problemin konfliktin yaranmasına səbəb ola bilər. Çünki bəy gedir yoxlanır, HPV virusu yoxdur. Bəzən həkimlər də, yəni bəylərlə məşğul olan həkimlər də onları düzgün məlumatlandırmırlar. Deyirlər ki, bilmirik, səndə bu infeksiya yoxdur. Amma bəylərdə bu infeksiyanı aşkarlamaq ümumiyyətlə çox çətindir. İnfeksiya ola bilər, amma göstərməyə bilər. Və yaxud da ki, bəy bunu ötürüb, amma orqanizma müqavimət güc gəlib, virusu atıb, amma xanımda ata bilməyib. Xanımın bədənində başlayıb inkişaf eləməyə. Yəni burada kişi xəstə hesab olunmur, qadın artıq xəstə yoluxucu hesab olunur. Kişi yoluxucu hesab olunur, amma bəylərə də bunun infeksiyanın mənfi təsiri var. HPV virusun bəzi ştamları var ki, o bəylərdə də böyük fəsadların yaranmasına gətirib çıxarır. Amma yenə deyirəm, bəylərdə virusun çıxmağı o demək deyil ki, problem yəni xanımdadır, bəydə virus yoxdur. Çıxmama hələ olmaması anlamına gəlməz. Və buradan da yenə də xanımlara müraciət edib demək istəyirəm ki, belə durumlarda mütləq psixoloqa da müraciət etsinlər. Çünki biz nə qədər onlara desək də, biz onları tam sağalda bilmirik, onların beyinlərinə tam təsirləyə bilmirik. Mən düzdür öz gələn xanımlarla davamlı bu istiqamətdə fikirlərimi bildirirəm onlara. Amma yenə də xanımların bir psixoloq köməyinə ehtiyacı olur belə durumlarda. Baxın, mənə çox müraciət edirlər ki, xəyanətdən sonra deyir ki, Xədicə xanım, yoldaşım da işinə çıxmayıbdı, amma mən xəstələnmişəm və hətta həkim mənə deyib ki, onkologiyaya gətirib çıxarda bilər. Yəni bura qədər. Bəli, ümumiyyətlə HPV virusu onkoloji risk verən virusu yüksək ştamları uşaqlıq boynu xərçənginə səbəb olur və bunun uşaqlıq boynu xərçəng vermə ehtimalı 99,7% məhz uşaqlıq boynu xərçəngin HPV səbəbli olduğu artıq təsdiqini tapıb. Buradan da yəni bəylərimizə daha məsuliyyətli olmağı əslində tövsiyə edirik ki, öz xanımlarına görün bu qədər yəni ziyan vura bilərlər. Ümumiyyətlə Xədicə xanım, peyvəndləmə burada çox önəmlidir. Qadın əgər özünü xəyanətdən qoruya bilmirsə, bəs qadın necə eləsin? HPV virusundan özünü necə qorusun? Ümumiyyətlə, HPV virusundan qorunmağın yeganə yolu peyvəndlənmədir. Bütün dünyada aktiv şəkildə bu peyvəndlənmə aparılır və bu istiqamətdə aparılan peyvəndlənmə nəticəsində artıq uşaqlıq boynu xərçəngi halları inkişaf etmiş ölkələrdə, məsələn İngiltərə, Amerika kimi ölkələrdə çox, demək olar ki, çox aşağı həddə gedir. Siz bu peyvəndi edirsiniz? Bəli, peyvəndi eləyirik. Peyvənd 9 yaşından 45 yaşına qədər aralıqda aparıla bilir. Peyvənd tamamilə zərərsizdir. Xanımlarda bəzən bir peyvənd xofu var da bizim insanlarda. Düşünürlər ki, peyvənd vurduraram, ya virusu keçirərlər o peyvəndlə bədənimə və yaxud da ki, hansı bir zərər vura bilər. Peyvənd zolaq hissəciyindən ibarətdir, tamamilə zərərsizdir və yalnız peyvəndlənmə vasitəsilə bunu qoruna bilər xanımlar və bir də yenə dediyim kimi, bəylərdə ki, virus bilinməyə bilir. Xanım bilmir, bəydə var, yoxdur. Müalicə də eləyirik. Məsələn, əgər peyvənd aparılmazsa, xanım immunitet yaranmır müalicədən sonra. Mütləq peyvənd olmalıdır ki, immunitet yaransın, qorunsun yenə. Ona görə də bəylərdə də virus tam təyin etmək olmadığı üçün və virus daha çox xanımlar üçün qorxulu olduğu üçün biz məsləhət görürük ki, müalicə müddətində artıq müalicəyə başladıqsa yenə qardaşı peyvəndi vurulsun ki, HPV virusunu negativ eləyiriksə təkrar xanımlar yoluxmasın. Demək ki, müalicə olandan sonra bir də peyvənd eləmək lazımdır. Bəli, mütləq. Amma siz bilirsiniz ki, Aytən xanım, əslində xəyanətin də bir peyvəndi var. O nədir Xədicə xanım? Bilmirik onu. Xəyanətin peyvəndi bilirsiniz nədir? Ortaq paylaşımlar, sevgi, dəyərli etdiyini hiss etdirmək, onunla fəxr etmək, toxunmaq, paylaşımlar, bir yerdə inkişaf. Bəli, sizin çıxışlarınıza mən çox qulaq asmışam. Bir çıxışınızda bildirirsiniz ki, xəyanət varsa, bəydə də problem var və xanımda da. Ona görə məni necə linçlədilər. O kommentlərdə yazmasalar da, hamı ayrı-ayrı. Mən sizi belə psixoloq bilmirdim. Mən elə bilirdim ki, siz qadınları başa düşürsünüz. Mən özüm də qadınam. Əlbəttə ki, qadınları başa düşürəm. Amma mən necə deyə bilərəm ki, münasibət pozulubsa, 100% kişidə də günah. Mən onu deyə bilmərəm. Münasibəti mən də tamamilə razıyam. Mən yenə də buradan da deyirəm, 50-nin 50-yədir. 50-nin 50-yədir. Yəni,
sən bu məsuliyyəti boynuna götürməlisən və öz zərbə düşəni eləməlisən, müəyyən qurbanları verməlisən. Bir də mən düşünürəm ki, burada oğlan övladlarının düzgün tərbiyə almaması, onlara hər şey olar fikri, yəni bu da əsas səbəblərdən biri olur. Yəni o fikir məncə zamanla cəmiyyətimizdə tərbiyə olunmalıdır. Bəli. Ki, bəylər hər şey olar. O oğlandır. Məsəl üçün, universitetdə xaricdə oxumağa, o oğlandır, olar. Sən qızsan, olmaz. Hətta bir İtalyan ailəsində mən buna eşitmişdim tanışımdan. Deyir ki, orada belə İtaliyada, İtalyan ailəsində belə oğlana deyir, çoxlu deyirlər ki, sən pullu oxuya bilərsən, ödənişli biz sənin ödənişi və ödəyə biləcəyik. Amma qıza deyirlər ki, yox. İtalyan ölkəsi, İtaliya ümumiyyətlə Avropanın şərqi hesab edirlər. Orada biraz həqiqətən orada biraz belə fikirlər çoxdur. Qadın kişi bərabərsizliyi. Bərabərsizlik deyəndə təbii biz mənə görə qadınların öz həyatda bir rolları var. Müəyyən yəni işləri görməlidirlər. Bəylər də müəyyən işləri görməlidir. Burada bərabərsizlik bəzən bizim cəmiyyət yanlış anlayır. Qadına xas həyat işləri var, kişiyə xas həyat işləri var. Amma mən həmişə deyirəm ki, bu bizim İslamla da əslində kişilərin xəyanət etməsi böyük günah hesab olunur. Adət-ənənəmiz təəssüflər olsun ki, adət-ənənə İslama zidd olaraq bəylər üçün hər şey olar prinsipini illərlə cəmiyyətə aşılıyır. Elə bil ki, bu davranış modelini nəsildən nəslə ötürürlər. Bu da nəyə səbəb olur? İnfeksiyaların artmasına. Son vaxtlar deyirlər ki, HPV virusu niyə bu qədər artıb? Həqiqətən çox artıb. Xanımların, ümumiyyətlə HPV virusu da yayğın virusdur. 80% qadın bu virusla təmasda olur. Və təsəvvür edin ki, son zamanlar artıq deyərdim ki, 100% təmasda olma ehtimalı artıb. Hər orqanizmada birində tərk edir bədəni, birində inkişaf edir, birində xərçəng yara səbəb olur, riski verir, birində verməyə bilir. Və təbii ki, burada da səbəb son dövrlərdəki müasir həyat tərzinin bu yəni münasibətlərə daha rahatlıq verməsini hesab edirəm ki, budur. Mən kiçik bir müdaxilə eləmək istəyirəm burada. Mən düşünürəm ki, HPV-nin son zamanlar yayılmasının digər səbəblərindən də biri qısa intim münasibətlərdir, hansı ki, nə həyat yoldaşı deyil, nə sevgilisi deyil, ancaq sadəcə olaraq cinsəllik üçün bir münasibətə girirlər və bu şəkildə olanda münasibətdə gənclər nə özlərini qorumağa fikir vermirlər, nə hər hansısa bir sorğu-sual eləmirlər qarşı tərəfi ki, onun da sağlamlığı nə yerdədir, nə yerdə deyil və həmçinin digər qoruyucu vasitələrdən istifadə eləmirlər. Buna münasibətiniz necədir? Son zamanlar çox təəssüflər olsun ki, artıq xanımlarda da biraz bu münasibətlər daha rahatlaşmağa gedir. Əslində yenə deyim, bizim dinimiz bunu tamamilə əleyhinədir. Nəinki xanımlarda, bəylərdə də və həmişə də əleyhinə olub. Ona görə də dinimizdə daha tez evləndirmək qaydası var. Əslində hər iki tərəf üçün eyni günah hesab olunur. Həm xanım üçün, həm bəy üçün. Burada xanıma daha çox günahı yüklüyüb, bəy üçün hər şey olar, olmaz. Təbii ki, buradan yəni yanaşmalıdır. Əgər insanların bunu aşılayaraqsa, bunun həqiqətən bəylər üçün belə deyim də bir fəxri yox, bir günah olduğu, uşaqlıqdan o uşaqlara aşılanarsa, məncə burada psixoloqların üzərinə çox yük düşür. Onlar daim maarifləndirməlidir, anaları maarifləndirməlidir, ataları maarifləndirməlidir ki, olmaz. Əslində bu bəyin özü üçün də həm infeksiyaların artmasına, gələcəkdə onun sağlamlığına, sonsuzluq faktorların artmasına, kişi sonsuzluğun artmasına səbəb olur. Bilirsiniz, Aytan xanım, hər şeyin bir ilki, misal ilk məktəbə getdiyimiz gün, ilk bağçaya getdiyimiz gün, hər şeyin ilki də, uşağın ilki, oradakı qorxularımız, hər şeyin ilki insanın yaddaşında həkk olunur, qalır. Bunun da ilki, misal üçün, oğlan uşağının birinci hansısa ödəniş edərək, hansısa zəif əxlaqlı qadından bir yerdə olması. Əlbəttə ki, onun psixologiyasına bir travmadır, düzgün deyil. Gələcəkdə onun böyük bir problemlərə yol açır əslində. Yəni, indi burada bizə baxıb gülə bilərlər. Amma biz bunu seanslarda çox görürük. Əslində, yəqin ki, sizə müraciət edən bəylərdə, cütlüklərdə və bəylərdə də bunu hiss edirsiniz ki, müəyyən yaş dövründən sonra onlar o həyatlarındakı, o keçmişdəki travmaların fəsadlarını yaşayırlar.